Hacıqabulda avtomobil sənayesinin inkişafına yeni investisiya qoyuluşu planlaşdırılır. Qafqaz.info istinadən xəbər veririk ki, Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasında bildirib ki, Hacıqabulda 80 milyon dollardan çox investisiya yatırılması nəzərdə tutulur və burada ikinci zavod tikilir. Prezidentin sözlərinə görə yeni müəssisə Azərbaycanın avtomobil sənayesinə böyük təkan verəcək. İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin də uğurla həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı nəqliyyat və tranzit sahəsində də nəticələrin əldə olunduğunu bildirib. Qeyd edib ki, Özbəkistandan Azərbaycan ərazisindən daşınan yüklərin həcmi artır. Azərbaycan və Özbəkistan arasında gəmiçilik sahəsində əməkdaşlığa da toxunan Əliyev, Özbəkistan üçün bərə tikintisinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, məsələ ilə bağlı razılıq əldə olunub və layihənin prioritet siyahıya daxil edilməsi nəzərdə tutulur. Prezident Azərbaycanın gəmi qayırma zavodunun hazırda tam gücü ilə işlədiyini də açıqlayıb. Hazırda zavodda müxtəlif modifikasiyalı bərə, tanker və quru yük gəmiləri daxil olmaqla təxminən 10 gəmi inşa edilir. Beləliklə, Azərbaycan-Özbəkistan əməkdaşlığının həm sənaye, həm də kənd təsərrüfatı, eyni zamanda nəqliyyat tranzit sahələrində genişləndirilməsi istiqamətində yeni layihələr həyata keçirilir.